Azərbaycan Rusiyanın yaratdığı bir ölkədir. Azərbaycanlılar qədim xalq olduqlarına inanmağa başladılar. Desək, bilirsənmi ki, Azərbaycan Demokratik Respublikası dünyanın ilk sekulyar müsəlman dövləti idi? Bilmirdim, amma desəm ki, Azərbaycanın tarixi dövrləri baxımından Ukraynanın tarixi ilə çox oxşardır. 10 əsr əhatə edən uzun tarix bu cümlə ilə demək istədiyimi daha yaxşı başa düşəcəksiniz. Azərbaycan və Ukrayna əsrlər boyu böyük imperiyaların mübarizə meydanı olmuş, demək olar ki, siyasi xəritələrdən silinmişdir. Feniks kimi küldən doğulan onların tarixi təsirlidir, xüsusən 10-dan 20-ci əsrə qədər. 10-12-ci əsrlərdə müasir Azərbaycanın ərazisi müsəlman dövlətlərinin bir hissəsi kimi mövcud idi. Müasir Ukraynanın torpaqlarında isə Kiyev Rus formalaşırdı. Lakin 13-cü əsrdə artıq hər iki ərazi Monqollar tərəfindən işğal olunmuşdu. Azərbaycan İlxanatın, Ukrayna torpaqları isə Qızıl Ordanın bir hissəsi kimi. Hər iki ölkə suverenliyini itirərək Yeni Asiya imperiyalarının təsiri altına düşmüşdür. 16-cı əsrdə Ukrayna Polşa Respublikası, Osmanlı İmperiyası və Moskva Çarlığı arasında mübarizənin məqsədi olur. Azərbaycan isə Osmanlılar və Farslar arasında qalır. Nəticədə hər iki dövlət şərq və qərb arasında parçalanır, müstəqil inkişaf imkanını itirir. Sonrasında daha maraqlı vəziyyət yaranır. 19-cu əsrin əvvəllərində Azərbaycan ərazisi və bütün mərkəzi və şərqi Ukrayna Rus imperiyasının hakimiyyəti altına düşür. Dövlətçiliklər itirilir, milli hərəkat yatırılır, dil qadağan edilir. Həm Azərbaycanda, həm də Ukraynada din və mədəniyyət məhdudlaşdırılır. 1918-ci ildə iki respublika dirçəlir. Azərbaycan Demokratik Respublikası, xatırladım ki, müsəlman dünyasında ilk sekulyar respublikadır. Paytaxtı Bakı və Ukrayna Xalq Respublikası. Bu respublikalar parlamentlərini yaradır, pullarını dövriyyəyə buraxır, səfirliklərini açır, Avropa və qonşularla danışıqlar aparır. Azadlıq və müstəqillik imkanları görünəndə Sovet İttifaqı formalaşmağa başlayır və 1920-ci ildə Azərbaycan və Ukrayna müstəqilliyini itirir. Çünki bolşevik hakimiyyəti respublikaların əksər hissəsini qəbul edərək işğal edir. Müstəqil respublikalar əvəzinə Azərbaycan və Ukrayna SSR formalaşır. Hər iki yerdə repressiyalar və deportasiyalar başlamış, milli dillər Rus dili ilə əvəz olunmuş, din və mədəniyyət məhv edilmiş, milli ziyalılar güllələnmişdir. Ukrayna və Azərbaycan 2-ci Dünya müharibəsi və Sovet durğunluğu kütləvi ruslaşdırma ilə üzləşmiş, lakin milli ruh heç vaxt tam itməyib. 1991-ci ilin avqust ayında yalnız 16 saat fərqlə Ukrayna və Azərbaycan Sovet İttifaqından çıxaraq müstəqilliklərini bəyan etdilər. Sovet imperiyası olsa da zəifləməsi tam baş vermədi. İmperializm 2014-cü ildə yenidən Ukraynaya yönəldi. Azərbaycan isə Qarabağ münaqişəsində uzun müddət qaldı, lakin tezliklə qələbə qazandı. Azərbaycanın və Ukraynalıların əsas qələbəsi hələ qarşıda postsovet imperiyanın tamamilə dağılması prosesidir. Qeyd edək ki, imperiyalar yaranır və dağılır, lakin Ukrayna və Azərbaycan vardı, var və var olacaq.